Heç fikirləşmirsən toya şortiklə gedəsən? Bu yan mənim həyatımda özüm bilərəm. Ya maksimum bax nəsə deyəcəklər, onların deməyinə nəsə olsaydı. Kişi şortiklə toya gedir. Kaşkar olaydı. Sən hansı bir rəsmi qurumda ya dövlət qurumunda işləyirsənsə, sən orada şort geyinə bilmərsən. Amma rəngli corab geyinə bilərsən. Hə, rəngli corab. Niyə bizdə cəmiyyətdə psixoloq yanına getməyə də pis baxırıq? Mən deliyəm, psixoloq yanına gedim. Otururam belə, bütün dərdlərim yadıma düşür, borclarım yadıma düşür. Qalaram belə saatlarla. Quruzun dibini yaşayıram. Az, kifayət! Yığış bizə! Bəzən biz bir qərar verəndə sanki içimizdən bir səs oyanır. Cəmaət nə deyər? Bugün onunla üz-üzəyik. Bugün soruşuruq. Niyə biz hələ də cəmaət nə deyər deyə fikirləşirik? Niyə? Niyə fikirləşirsiniz? Niyə fikirləşirik? Niyə fikirləşirik? Fikirləşirsən? Arada olur, hə. Məndə də olur. Sanki azad deyilik. Azadıq. Nə qədər azadıq? Onun üzərində. Bilirsən, bu hardan gəlir əslində? Biz balaca olanda valideynlərimiz bizə oradan başlayır da, elə qısıtlama ki, bunu eləmək olmaz, bunu yemək olmaz, bunu danışmaq olmaz, falan yerdə gülmək olmaz. Cəmaət nə deyər? Bu, dədə-babalarımızın proqramlaşdırdığı bir şeydir ki, hə, bugün... Amma sənə bir şey deyim, məsəl üçün, valideyn deyir ki, falan yola getmə, o yol çox pisdir. Narkotika qurşana bilərsən, falan şey. Orada da fikirləşirsənmi ki, qoy özüm yıxılım, özüm durum, özün nə qədər dura biləcəksən ondan sonra? Sözsüz o da var, amma yəni dəstək lazımdır da. Ona eləmə, bunu eləmə deyib qısıtlamaqdansa, tamam get, arxandayam, sənə güvənirəm. Sözüm öncə hər şeyi, ya da cümləsi hər şeyi həll eləyir. Sən gedəndə də ən azından bir düşünürsən ki, mənə güvənən biriləri var, arxamda biriləri var. Mən onlara görə bunu eləməyim, yoxsa onlar qoymadı deyə bunu eləməyim, yox. Bu zaten düzgün deyil, əvvəl-axır edəcəklər onu. Valideynlərin tərbiyəsi əslində vacibdir, mənim fikrimcə. Hə. Çünki valideyn də nəsə görüb onu sənə deyir. Təbii ki. Amma bəzən də bu çox qısıtlamalar, çox aşırı qısıtlamalar olur. Bəzən də görmədən deyirlər. Hə, görmədən deyirlər. O ümumiyyətlə böyük bir problemdir, xaosdur. Hə, kimdənsə eşidib o da. Cəmaət nə deyərdən də eşidib o da. Bəs yaxşı, bu cəmaət nə deyər kimdir? Bu cəmaət kimdir? Hə, o sual oradan başlayır. Niyə biz hələ də onu görmürük? Amma fikrimizdədir, şuuraltımızdadır ki, cəmaət nə deyər? Bir geyimi geyinəndə güzgü qabağında özünə baxırsan, hə. Sonra fikirləşirsən ki, ayda görəsən cəmaət nə deyər? Bunu geyinməyim, nəsə deyəcəklər, pis baxacaqlar. Niyə? Niyə? Əslində... Kişi kəndindən bilir işi. Türklərindən sevdiyim cümləsi. Ya mən kimsə nəsə geyinəndə baxıb onu yargılamadığıma görə, özüm də geyinəndə də düşünürəm. Və şey düşüncəsi var da, yargılama haqları da yoxdur onsuz da. Bu yan mənim həyatımda özüm bilərəm. Ya maksimum bax nəsə deyəcəklər, onların deməyinə nəsə olsaydı. Bu qədər. Nəsə olsaydı bu qədər. Nəsə olsaydı bu qədər. Biz indi burada olmazdıq. Hə, o zaman sən azadsan. Yox, tam da deyiləm. Mən də düşünürəm. Təbii ki, adam çox narahat eləyir bu. Bir şey geyinəndə sadə görə də geyinirsən çünki. Yerə də görə. Yox, bununla bu yerə getsəm, pis baxarlar, buna nəsə deyərlər. Nəmaca sportivində, pijama ilə marketə düşməyə bir rahatlıq var da. Arada o belə qısıtlayır adamı ki, yox da indi bununla düşsəm pis baxarlar, yargılayarlar, nəsə deyərlər birdən. Əslində özümüzü pis eləyirik həmin günü. Öz günümüzü pis günə çeviririk, enerjimizi salırıq yerə. Gərək yoxdur əslində. Hətta bu söhbət toyda da var. Oo. Mən bunu geyinsəm. Ən pik yeri oradadır. Çünki hamının cəm olduğu bir məkandır da. Mən bunu geyinsəm, toydakılar nə deyər? Heç fikirləşmirsən toya şortiklə gedəsən? Krasovka ilə şalvarla getdiyim toy olub da. Prosta bir dənə köyünə yatmışam, şalvar geyinib, krasovka geyinib getmişəm. Bugün kefim bunu istəyir, belə uğraşamam sizlə. Təsəvvürlə kişi şortiklə toya gedir.
Yəni niyə də yox da, yerinə görə ola bilər. Məncə yerinə görə geyinmək çox qəşəng bir şeydir. Cəmaət nə deyər deyə deyil də, yerinə görə geyinmək mükəmməl bir şeydir. Bu dəniz qırağındadırsa, nə bilim, bir havuz başında bir parti kimi bir şeydirsə, təbii ki, geyin get. Amma bir restorandadırsa, mənə görə şortik ora tam da qəşəng getməz. Amma tam belə klassik formada geyinsələr çox da qəşəng görünər. Özümlə çelişdim nə bu dəqiqə. Fikirləşirəm, hansısa bir toya şortla gərək gedək. Tühləyə oynayırsan. Yəni bura bir dənə lazer reklamı. Fikirləşirəm ki, hər yerin özünə uyğun bir geyim qaydası var. Məsəl üçün, sən hansısa bir rəsmi qurumda ya dövlət qurumunda işləyirsənsə, sən orada şort geyinə bilmərsən. Amma rəngli corab geyinə bilərsən. Hə, rəngli corab geyin. Çox qəşəng görünür. Klassik şalvarın altına belə bir damcı oturan kimi çıxır. Rəngli şəkildə corablar. Çox sevirəm elə bir geyim. Necə geyin, hamınız geyinin bunu. Çox qəşəngdir. Bundan sonra corab satışları partlayır. Burada da sizin reklamınız ola bilər. Və siz necə düşünürsünüz? Cəmaət nə deyər? Məncə qısqanclıqlar da bu sualdan başlayır. Cəmaət nə deyər? Məsəl üçün bir gənc ailə varsa, onlar bir toya gedəndə belə fikirləşirlər ki, o qıraqdakı baxıb nə deyəcək? Amma bir şey də var. O qıraqdakı da heç kəsi vecinə almayan biri olmuş olur da. Hamı haqqında hər şey deyir, amma özü vecinə deyil də. Yəni heç kəs mənə heç nə deyə bilməz. Mən istədiyimi geyinə bilərəm. Bəs biz niyə onun sözünə görə oturub dururuq? Niyə? Nə gərəyi var? Bu yaxınlarda deyəndə ötən həftələrdə bir hadisələ rastlaşdım ki, gəlin intihar eləyib. Hə. Səbəb də göstərirlər ki, bəy gəlinin kürək açıqlığına görə qısqanıbmış və daxili söhbətlər müəmmalıdır. Gəlin o hadisədən sonra intihar eləyib. Bir geyimə görə də intihar oluna bilər. Məncə tam başqa. Altında illa ki, nəsə yatır bunun da. Amma yəni, evlənmədən qabaq ikiniz də bir-birinizin xasiyyətini bilmirdiniz ki, tam bilmədiniz. Anlayıram, normal bir şeydir. Evlərindən sonra bildiniz ayrılın da. Sosial şəbəkədə də yayılmışdı ki, qızı məcburi olaraq oğlan ərə veriblər. Sonra oğlan onun evlənməmiş həyatına qarışır. Bu da qıza pis təsir eləyir. Məncə təklif edirəm ki, gənclər evlənməmişdən qabaq bir psixoloq yanına getsinlər. Bəs niyə bizdə cəmiyyətdə psixoloq yanına getməyə də bir pis baxırıq? Mən deliyəm, psixoloq yanına gedim. Dəlilər getmir ancaq, bunun hamının ehtiyacı var buna. Məncə hamı getməlidir zaten. Sən getmirsən? Mən getmişəm. Mən bulundum. Mən dəliydim deyə. Maraqlıdır, necə diyaloq olub aranızda psixoloqla? Mən heç vaxt olmamışam, yəni bilmirəm. İndi buradan da çox şey linçlənmək istəmirəm. Getdiyimi də pis demək istəmirəm. Qətiyyən yanlış anlamayın. Amma mənə görə biraz gərəksiz bir durumuydu. Lazımsız idi. Çünki ancaq təsəlli verirdi. Və bu təsəlli mənim ətrafımdakı hamı verir mənə. Mən niyə onda sənə pul ödəyirəm ki, bu təsəllini almaq üçün? Demək, seans 50 manat idi. Rəcəb İvedik'in bir filmi yadıma düşdü. Deyir, psixoloq yanına gedir. Nəsə ona bir məbləğ deyir. Deyir ki, mən o pulu sənə verəcəyimi öz psixolojam pozlar. Ondan sonra gəlməyim sənin yanına. Psixologiyamı özüm düzəldirəm. Daha düz. Təsəlliyə görə niyə pul verəsən ki? Yəni də çox gərəksizdir. Birinci psixoloq dediyim mənə görə, birinci danışmalıdır, səni tam tanımalıdır, ondan sonra nələrsə eləməlidir də, müəyyən şeydə. Amma yəni prosta qıraqdakilərin dediyi bir-iki sözlə sən gəlib mənə məsləhət verəcəksənsə, yəni o boşuna təhsil almısan deməkdir bu. Bunu mən də eləyə bilirəm. Dostlarımla otururum, mən də eyni şey eləyirəm. Otururam, təsəlli verirəm. Psixoloqa mindim mən. Məncə bir yoxla. Pullu işiymiş, seansı 50 manatdır. Amma belə danışanda ətrafımdakılar həmişə ona deyirlər ki, yaxşı təsir eləyirsən falan. Bir düşünmüşəm ki, bəlkə bir psixologiyaya gibi bir yönəlim. Biraz da o tərəfdən azar. Məndə var da hər şeydən biraz. Bəli, sizin psixologiyaya ehtiyacınız olsa, psixoloqa ehtiyacınız olsa. Bəli, buyurun, gözləyirəm. Müjganın yanına gələ bilərsiniz. Və yaxud da bizim podkastlara qoşula bilərsiniz. Mən təklif edirəm ki, növbəti podkastlarımızda bir dənə izləyicimiz olsun. Qoyaq. İnsanlar otursun, bizə baxsın, onların bir sualı olsun. Maraqlı. Daha qəşəng olar hətta. Atmosfer daha o cəmaat axtarır.
O cəmaat axtarır. Görək siz nə deyirsiniz? Yəni, qoşulmaq istəyirsinizsə bizim podkastımıza öz suallarınızla qoşulun, o sualları verin, biz də ağzımız ayrı baxarıq. Cavablandıra bilməyək, qalaq belə. Ay spontane oldu. Çalışmadığım yerdən gəl. Deyil cəmaat. Cəmaat nə deyər, ümumiyyətlə çox ağır bir yük qoyur insanın kürəyinə. Qaldıra bilirik biraz. Hətta biz niyə öz həyatımızı yaşamırıq ki, onlardan asılıyıq? Okey, indi mən səni başa Çox da düşdüm. asılı deyiləm. Sən asılısan. Mən əvvəl asılıydım, indi fikirləşirəm ki, yox. Hə, Xeyr ola mən cəmaata məndə görə də var yaşamalıyım. idi. Sonra görəndə ki, o cəmaatın vecinə deyil, mən nə düşünərəm. Dedim, mənim niyə vecim olsun, onlar nə düşünür? Yəni Amma yenə də hardasa bir azca var, yenə düşünürəm. Ayda bunu taxmayayım, çox şit oldu, nə deyərlər? çünki bu həyatı sən yaşayırsan, heç kəs də gəlib sən həyatı yaşamır. Bəli, nə çəkdiyini özün bilirsən, nələrdən keçdiyini özün bilirsən. Onların söz haqqı yoxdur sənin həyatında. Bəli, sənə yalnız təsəlli verə bilərlər. Kimi yana da veriblər o təsəlli. Seans əlimi. Məncə ondan sonra sən artıq fikir vermirsən cəmaat nə deyər. Ondan sonra mən başladım demək. Oturub belə yargılamağa bir də geyim. Bu niyə belə? Bu məhəllədə nənələrdən gəlir də. Filan kəs keçir, baxırlar ona. Onlar çox Vedrə bağlamaqda. başıma da gəldi belə bir şey. Bir nənəmgilin məhəlləsində bir dənə xala var və bunun da öz qızları var və özü də qadındır. Buna baxmayaraq məhəllədə oturur belə. Hər keçən qızı pisləyir, ancaq oğlanları tərifləyir. Birində mənə elə pisləmişdi nənəmə. Evə gəlmişəm, nənəm deyir, kim idi yandakı oğlan zad qalmışam belə nə olanda. Kimdən gəlmişəm mən görəsən. Də bəs bayaq səni görüblər məhəllədən keçəndə. Adam qardaşımla məni görüb. Və gəlib nənəyə deyib, oğlandan gördüm nəvə falan filan belə elə. Və buna görə evdə birdən dava yaranırdı. Çünki bilib bilmədən danışırlar. Onlar da inanırlar cəmaatın dediklərinə. Bir xaos baş verir. Halbuki qardaşımdan yol gedirəm də, ən doğal haqqımdır da. Yəni buna da söz deyirsinizsə, neyim mən? Var bir dənə qardaşım var. Neçə yaşında? Deyək sağ ol. 22 yaşı var. Öpürəm sizi. Ama çok zor bir şey diye insan qardaşının olması. Ama onunla yola gedə bilirsənsə çox bir şeydir. Mən bir ara yola gedəmirdim, heç gedəmirdim. O da cəmaat nə deyər düşüncəsində idi. Dəyişər. Məncə qaqala tiplər də oradan gəlir. O cəmiyyət formalaşdırır onu. Onlar bir tam da cəmiyyət nə deyər deyə eləmirlər. Lap köhnələr bəlkə də yeni yarananların hamısı prosta. Ya orada qaqalar nə deyər olur da? Qaqalar nə deyər? Çəçin qızar. Gözünün üstündə. Qaqalar pis baxır belə şeyə. Şort geyimə qaqalar pis baxır. Bəs necə baxırsan? Ya siqaret də çəkilir. Ya siqaretin daha hamı şey. Prosta siqaret istəyirlər, hə. Bəs onu çəkib belə yerə tullamaq. Onda nə deyəcəm? Bunu düşünürsünüz, yerə tüpürmək, ilahi. Qaqalar çox iyrənc. nə deyər də qaqalar? Bəlkə bisiqetin olar. Sualını verirlər. Sumqayıt 50 qəpik deyir. Artıq 60 qəpik. 60 qəpik. Qaqaların da qiyməti artdı. Oldu 60 qəpik. Qaqalar da oradan gəlir. Nənələr qaqalar. Onların babalar dünyası nə çox deyər? maraqlı deyir. O qaqaların dünyası çox maraqlı. Nə yaşayırlar da burada? Mən də yaşadım. Bir günlüyünə qaqa olmaq istəyərdim. Düşürsən Malakan bağına. Çox maraqlı. Ya Malakan da əvvəlki şey deyildi. Yasamala düşəsən. Kubinkaya düş bir də. Bu qız çox kriminal qız. Təsbihin də yoxdur üstündə təsbihinlə. Onu da bilmirlər, yəni niyə fırladırlar, mənası nədir, bu təsbih niyə var ümumiyyətlə. Prosta biri görüb çıxardı, o da ayrı kepkaları var idi. Bir dönəm belə şəkilli falan üstündə yazıları, əsasında yeraz. FBI yeraz. Yarasında başa düşdüyü canımız ciyərimizdir. FBI nədir də? FBI hara, sən hara, qaqa. Söhbəti təsbihin həll eləyirdi. FBI də gəlib, qaqa 20 qəpin olmaz. Sən FBI-san axı baş... Ay Allah. Sən bir günlüyünə hansının həyatını yaşamaq istəyirsən? Nənələrin. Çox maraqlıdır. Çöldə otururlar, SMÇK əllərində. Amma qocalar... Sezonlar keçib indi, yayda inşallah. Yalar yay qış fərq eləmiş. Dişillərə yerinə bir yoxlama. Qışda pəncərədən baxırlar. Az kifayət. Yığış bizə. Söhbət Bunun var. bizi gəldi, saat neçədə keçdi burada.
Hə, onlara web kamera deyirlər də. Amma heç vaxt oğlanlara bir şey demirlər ha. Bunda da bir aile seçkiliyi var. Hə. Bu oğlan bu saata qədər niyə burada dayanıbdı? Niyə bu qızı gətirdi bura qoydu? Yox. Qız niyə bundan gəldi? Bu qız niyə bu saatda gəldi? Qaqaş işləmir, eləmir. Oturur məhəllədə bütün günü səhərdən axşama qədər. Onun sözünü eləyən yox. Yazıq qız işdən gəlir axşam. Bu saatda qız uşağı işdən gəlməz. Sən ənəm. Git simskamı çırt da. Hind serialıma bax. Hə, Hind serialları da təsir eləmiş ola bilər. Hə. Bir zamanlar biz Hind seriallarına dəhşət baxırdıq. İndi də baxanlar var. İndikilər heç o deyil. Yəni bir pərdə ilə boğulmarsan. Görmüsən o kadını. Bir dənə şillə vurur, gedir, boğulur. O vaxt Space-də Amacı serialı var idi. Millət də oturub ona baxırdı. Nənələr falan. Nənə də baxır ona. Amacı belə eləyirsə, deməli evdə kral mənəm. Durdu az gəlin buraya görün. Nəyim sən turşulaş. Yəni nənələr candır, nənələr şirindir. Hə, nə qədər də arxaca danışsalar şirindir. Könlün almaq rahatdır. Qaqalar elə deyil. Mimkam dəyişdi. Qaqalar o deyil. Qaqaların ürəyinə də yol tapmaq olmur. Yol tapmaq olur, bir siqaretlə. Bir də 60 qəpiklə. Yol tapmaq olur. Bir dənə də perodok olmuş maşınla. Pis o da. O hər qaqanın başı üçündür. Niva sürsün. Gələk ki, gənclərin ikili həyat seçiminə. Gənclər ikili həyatda yaşayırlar. Bunu həm ailədə yaşayırlar, həm sosialda yaşayırlar da. Məsəl üçün, necə düşünürsən? Bir insan evdə də eynidir, amma küçədə də başqa cürdür də. Yəni, eyni ola bilmir. Bu ikilik deyil mi? Məncə heç kəs elə deyil, evdə olduğu kimi. Ev sənin özəl alanındır da, yəni orada özünü tək rahat hiss elədiyin yer oradır. Mən belə qıraqda, sosialda, evdən kənarda çox pozitiv biriyəm də. Evə girdim heç o deyiləm. Otururam belə, bütün dərdlərim yadıma düşür, borclarım yadıma düşür, qalaram belə saatlarla. Bunu nə cür eləyəcəm? İş belə getdi, bu belə gəldi. Quruzun dibini yaşayıram. Bəzən Çaya çıxıram, o pozitiv, heç də olmuyormuş kimi. Bəzən də qaqalar bax, elə bir ailələrdən çıxırlar ki, ailədə şiddət var. Məsələn, o uşaq ailədə əzilir, amma çıxır çöldə özünü sübut eləməyə çalışır. Yes. Ki, mən güclüyəm, mənim sözümün kəsəri var, mənim sözüm hər yerdə keçir. Amma evdə keçmir. Amma belə bir şey də var. Qulağımın dibindən. O qaqa tiplərin hamısı da pis deyil də. Məsəl üçün bir dənə gedib normal insanla bir yaxşılıq istə, kömək istə eləməyəcək. Yaxınlaş bir dənə qaqa tipli birinə, kömək istə. Bütün ətrafını yığacaq sənə, yəni belə əlindən gələnin artıqlaması ilə köməyini eləyəcək də. Belə bir şey də var amma. Qaqalar ürəkdir. Qaqalar, siz bundansınız, siz mənim ürəyimsiniz. TikTok videosu var. Pis tərəfin deyilsə, yaxşı tərəfin də deyək. Elələr də var çünki. Yardımsevər qaqalar. Məhəlləyə girəndə də. Qaqa bir dəqiqə olarsan. Var elə bir məhəllə şeyi də var. Get bir dənə yaxınlaş. Deyirəm ki, arxamca biri düşüb də, prosta narahat eləyir məni. Bütün məhəlləni yığacaq o qaqaşlar, gəlib bir dənə keçib dava eləyəcək. Sərçigin özləri səni yola salacaqlardı, başı veçinə gəlməsin deyə. Amma keç onu normal bir insana denən, deyəcək, yox, mən qarışa bilmərəm, dava çıxar, mən döyülərəm. O yekə-yekə görsərəndə döyülməkdən qorxur da, belə bir şey də var. Və bir də şey var. Nerede büyüdüm mən? Belə bir şey də var. Məhəlləyə bir qızla girəndə çəkirlər ki, qaqa, Allah sən o qızı. Sən bir soruş gör qızım mənim nəyimdir. Yaxud da mən sən niyə onun açıqlamasını verməliyəm ki, mən kimdən gəlmişəm. Sən gəzəndə qızı ötürəndə soruşurlar səndən. Onun üzəri məhəllə söhbəti girir. Bizim məhəllə sizin məhləndir. Mən fikir vermişəm. Kim ki valideynin sözünə qulaq asmır, əksəriyyəti pis yolda olur. Sözsüz. Davadalaş, sonra gedir, bir qaranlıq dünyaları olur. Şərt deyil dediyini eləyəsən, amma yəni bunu bir saxla burada, bir sırğa elə. İlla ki lazım olacaq da sən hardasa. Onda bir düşün də, mamam belə demişdi, görürsən bunu eləyim yoxsa bunu eləyim. Ondan sonra siz cəmiyyət nə deyərdən çıxın. Mama nə deyər deyə düşünün. Nə deyər, ona qulaq asın. Onun dediyinə oturub durun. Mama da cəmiyyətdən gəlir də. Mama deyər ki, filan şey eləmə, saçını məsəl üçün yığma. Qonşular nə deyər? Bu nə deyər? Bizim evimizi yıxır.
Yıxır, amma mamalar daha çox bizim üçün düşünür axı, uşaqların düşünür. Daha çox onu eləyir. Qıraqdakı nə deyər deyə, yox bu sənə nə cür təsir eləyər və səni hara aparar deyə düşünür. Buna görə mamaların sözünə oturub durmaq olar. Mama uşağı. Mama uşağı. Günün məsləhət verəcəm cahamatı. Sosial medianın da bir təzyiqi var. Bayağı. Buna qədər cəmaət nə deyər idi? İndi sosial media aktiv olanlar, sosial mediadakılar nə deyər? Məncə sosial mediadakılar heç nə demirdi, yəni biraz TikTok-da insanlarda biraz rahatlıq var da. Hə, rahatlıq var. İstədiyini deyə bilirlər. Amma sağ olsun Daxili İşlər Nazirliyi hə, yerindəcə tədbirini görür, düz də eləyir. Çünki ona uşaq da baxır. Soruşa bilərsiniz ki, uşaq niyə girib baxır? TikTok da şeydir də. Yəni çevirirsən, gözləmirsən axı qabağına belə bir video çıxacaq. Yəni. Və açıb görsən ki, orada da uşaqlar üçün olan şeylər olur da, nəsə düzəltmək, öyrədici şeylər, videolar falan filan. Amma cəmiyyətimiz nədənsə ara şeylərə daha maraqlıdır, meyillidir. Amma Bir də ötən podkastımızda demişdim, negativ şeyləri oxumağa daha çox yönəlirik. Nədir də bunun səbəbi, qardaş? Bu da ailədən gəlmir, sözü də kəsirəm. Çox qoyaq zarın verilişinə ağlaşmaya oturaq, baxaq. Niyə? Sən axtarıram, baxaq ağlayaq evdə. Uşaq var axı sənin yanında, niyə bunu eləyirsən? Yaxşı gəldin o mövzuya. Deməli, o sosial proqramlara baxan insanlar bir anlıq özlərini o yerdə təsəvvür edirlər və başlayırlar əsəbləşməyə, gərginlik var. Çox empatiya edirlər. Onun yerinə uşaqların empatiya eləsələr, məncə bu vəziyyətə gəlib çıxmarıq da. Hə, bizdə var da, məsəl üçün, özümüzdən daha çox cəmaatı düşünmək. Dostluqlar maddiyyat üzərində qurulur. Sanki insanlar öz çıxarlarına görə dostluq edirlər. Əvvəlki dostluqlara baxanda, bir də indiki dostluğa baxanda, məsəl üçün, tutaq ki də var elə dostunuz? Var, niyə də yox. Deyirsən ki, məsəl üçün, gedək hardasa oturaq, qaqa nə qədər pulun var? Yanıb baxırsan ki, o nə sual idi, mənə verdi. Mən səni dəvət edirəm də, yəqin ki, nəyəsə nəzər alıb dəvət eləmişəm sən. Ona sual idi, verdin. Və yox da mən deyərdim ki, qaqa istəyirsən, əgər ürəyin istəyirsən, bir yerdə oturaq, nəsə şotda da bərabər bir ödəniş eləyək, oturaq hardasa bir dərdləşək. Amma ilk sual bu olur ki, qaqa, çayın pulunu sən verəksən. Kurğumu dəyişsin. Nəsə kuruq qoymamışam. Ya mən düz kuruğa tüklər demiş, dək gəlmə. Ya da kuruğum o kuruq deyil. Bəzən bir adam qaqa tiplərlə də fırlanırdım. Yəni ətrafında elə bir insanlar var idi. Mən onların elədiyi söhbətlər çatmırdı mənə. Arada sual verirdim ki, yaş gedir də, yəni nə fikirləşirsən? Gələcəyini necə görürsən? Böyüyəndə kim olmaq istəyirsən? Uşaqlıqda sual verirlər də bizə. Kim olmaq istəyirsən böyüyəndə? Adamın heç bir fikri yoxdur. Varavskoy mir olacağım. Mən bu günüm üçün yaşayıram. Amma bugün üçün də yaşamır da, yəni o yaşamaq sayılmır. Oradan borc tapıb götür, götür rentakardan maşın götür, çıx şəhərdəki kuruğa, salonun iştirafına ya. Doğrudan bunu yaşayır. Sonra təzədən borcu götür onu oradan çıxar. Nə gərək var buna? Hətta özünü sübut eləmək istəyirlər ki... Nə deyəm, mən yaxşı maşın sürə bilirəm, mən niyə indi? Maşın alıb verək, sən yaxşı maşın sürə bilirsən niyə? Şoförümüz edəyək sən. Kimə göstərir özünü? Cəmiyyətə mi? İşte cəmiyyətə göstərdi. Mən ara işlədim, qoqoş. Bugün bu polisdən qaçdım. Yat yedi. Demək ki, cəmiyyətin də belə insanlara marağı var da. Var. Amma videolar qəşəng olur. Oturub dinliyoruz amma yargılamıyoruz. Oturup baxıram. Qəşəngdir, sürüşlər qəşəngdir, amma yəni buna gərək yoxdur axı. Çox yaxşı bir imkanın olsun, get bunu qıraqda edə biləcəyin bir yerlər var da illa ki. Yəni tutulmadan, eləmədən, qanunla icazə verilən yollar var. Get orada edə. Nə gərək var burada? Kartingə get orada edə. Orada göstər məharətini. Cəmaatın həyatını təhlükəyə ataraq yoxdur. Geyimlə haralara gəldi. Hə, fikir verirsən. Qaqalarda gəlib dirənmiş yerlər.
Onların mövzusu çox uzun deyir. Nəsə cəmiyyət elə bir bu yönə gedir çıxır da, qaqalar tərəfə gedir çıxır. TikTokumuz da o gündədir ya bizim. Sosial mediamız da o gündədir. Baxıram bir xarici sosial medialara, deyirəm, ilahi insanlar nələr edirlər, nələr paylaşırlar, çox maraqlıdır da. Maarifləndirici Süni videolar. intellekt dövrüdür, çox maraqlı şeylər edirlər. Mən hətta artıq girişmişəm süni intellekt mövzusuna. Çox maraqlı gəlir adama. Həm də gələcəkdə insanın çörəyini əlindən alacaq bir şey gəlir də, sənət gəlir. Yəni onu öyrənmək lazımdır. Onu belə keçdim. Mamalarımız o videoları real zənn eləməsi. Şir gəldi, pişik onu qovdu. Gəlib göstərir. İnanırlar buna. Gəlib göstərirlər ki, bir dənə buna bax, gör nə oldu. Əslində cəsarətli olmaq lazımdır. Bir gün cəmiyyət deyəcək ki, bax bu insan cəsarətlidir. Gələn dəfə isə biz başqa tabunu müzakirə eləyəcəyik. Özünüzə isə bir sual verin. Niyə qorxmalıyam ki? Qorxulası bir şey də yoxdur. Cəsarətli olun. Mən eyni nə vaxtda. istəyirəm sualını verin. Mən nə istəyirəm? Ay sağ ol, ən düzgün sual. Mən nə deyirəm? Onlar nə deyər deyə yox. Mən nə deyərəm? Bunu. Mən yox hər Mən bir şey demirəm. İstədiyiniz kimi geyinin, kef eləyin. Bəli. Növbəti Amma podkast. qəşəng geyin. Şitin çıxartmayın. Gözümüz qanamasın da eləməyin bunu. O var ya şeydə qışqıran rənglərdən geyinirlər, istifadə edirlər. Yəni yaxşı ki, qış gəldiyində hamı qara falan geyinəcək. Yayda vəbşə nə o rənglər. Gözümüz ağı eləməyin. Bunlar eləməyin. Bunlar eləyəndə cəmaət nə deyər deyə düşünün. Fikirləşirəm ki, arada lazımdır cəmaət nə deyər söhbət. Lazım, belə şeylər də lazım. Bir də görsən insan elə absurd geyinir, elə abartılı geyinir, iyrənc görünür də. Yəni bunu necə özünə yaraşdırıb geyinirsən? Biz də qoşulduq artıq o cəmiyyətə, cəmaət nə deyər cəmiyyətə. Onda qaydırıq. Kaş kör olaydı. Qəşəng mem hazırlamaq olar bundan. Hələ gələn dəfə sizinlə başqa bir tabunu müzakirə eləyəcəyik. Və gəlin canlı müzakirə edək. Bəli, qoşulun bizə. Gözləyirik. Növbəti podkastda görüşənə qədər. Hələlik. Sağ olun.